Kanal zamanında sonra bugün Sibik'te yeniden döndüm. Ve her şeyim itti bilmem. Çünkü sistemden yüklenmiş. Sanımı da görürsün. O vaxtda hep bir mod deyirdim hamınıza. Çünkü harda yükləyirdim işte. İndi sistemdən yükləmişəm uşaqlar. Yəni yaxında istədiyiniz oyunları oynayırız. O istəyir 3 var, 2 var. Hello Neighbor 1 var, 2 var. İnşallah Hello Neighbor 1-də bu arada mənim Fredbear modum var, bir də Foxy modum var. İstəyirsiniz yazarsınız hansı oyun isə. Hello Neighbor 2 biraz çətindir bilirəm. Donuram. Ona görə onu oynayamıram. Ben uşaqlar indi aradan sonra geri qayıtdım. Burada birazlıq bu oyunda. İndi təzədən başlayacağıq. Mən neçə vaxt yəni videolar çəkirəm. Və bunların hamısını elədim də mən bir gün içində. Və bunların hamısını bir gün içində elədim. Və bu boyda Imperium Osmanica, Braziliya nəminə. Axırda videoya baxdım, bir də görürəm ki, videonu qeyd eləməmişim. Qeydə almamışam. Yadımdan çıxıb almaq. Mən də yalandan burada danışıram, nə edirəm, oradan girirəm, çıxıram. Ben yeni oyun deyirəm. İstədiyiniz ili deyərsiniz, amma mən modern dünyada öz Azərbaycan ölkəmizi seçib hər şey deyəcəm. Yəni bizim ölkəmiz, şanlı ölkəmiz hardadır? Azərbaycan. Həmşəkin deyim. Sadiqə də abunə olsun. Neyse bir dəqiqə. Bunda bir də belə bir şey var uşaqlar. Azərbaycan məsələn var ya burada indi. Məsələn mən bəzən girirdim burada şey olurdu. Sol üstdə qəribə bir şey olurdu. Qəribə bir bayraq olurdu. Görüm indi olacaq yox olmaz. İyice ne anlat? Şöyle bir de ben bu Imperium burada videonun qeydə almamışam da. Orada təzə görmüşəm ki mən şey var imiş. Necə deyim dəqiqə. Məndə çox kolay olur uşaqlar. Çünki mən başqa türlü eləyəmirəm. Yaş saldırganlıq eləyir. Bəşə. Mən eləyəmirəm. Burada elə bilirdim ki, onlara danışmanı vur belə, vur belə, qoy belə. Mən həmişə belə eləmişəm. İndi bilirəm ki, orada mən oyun oynayanda görürəm ki, bəcəri 6-da 1. Bunların hamısını 2 eləyək də. Buna niyə 1 də qalırlar? Həm də daha çox. Məsələn, mən orduya bir dənə general qoyanda general daha güclü bir general olur. Bax, general. Buna bax. Gücü 2, savunması 7. Buna bax. En yaxşımız budur. Görürsən? Yəni daha yaxşıları var. Yəni görürsən, bunlar daha gözəl şeylər tanır. Bir inşallah şəkilləndirə bilir, mədəniyyətlərə bir də hemen baxacağam tez. Kauşan Empire nədir? Bunlar nədir ya? Neysə, qara qoyunlar eləməyə çalışacağıq, amma hə də Rusiyadan torpaq alırıq, Türkiyədən biraz alacaq. Türkiyədən də pulla alarıq. Pulla bilsən necə? Bu Hakkari, Yüksekova, Başkali, Ağrı, Iğdır, bir də Doğu Beyazıt alacağıq. İnşallah nədir? İndi başlayaq onda. Hə, onda birinci Ermənistanla başlayaq. Bura baxsın. Getdik. Sürətləndirəm oyunu. Ermənistan üçün bir dənə casus göndərək. Bekliyoruz. İnşallah indi bir dənə görev tamamlamışıq. Nə görev? Miras puanları birikdirir artıq. Yəni inşallah mən məsələn o bəxtə göstərmə orada Amerika ilə casus göndərirdim. Burada Ermənistana casus göndərim. Görüm Ermənistan az ordusu varsa, yəni tez dağıdım. 10.000. Bəs döyüş alanı eləsəm Gürcüstan təbii ki də. Amma Gürcüstan Ermənistandan daha böyük olduğu üçün mən Gürcüstanı döyüşəndirəm. Deyək ki, mən gəldim Osetiyaya döyüşəndirəm. Osetiyanın ki, müttəfiq Qazaxıstansa və mən Qazaxıstanı ala biləmsə, mən Osetiyanı almaram, Qazaxıstana girərəm. Çünki balaca bir ölkəni almaq üçün mən böyük ölkəni döyüşmərəm. Mən böyük ölkəni almaq üçün balaca ölkəni döyüşərəm. Başa düşürsünüz? Ona görə bir dənə Gürcüstan da casus göndərək. Da mən nə qədər şey eləyərəm də. Və burada məsəl üçün vergimiz şeydir. Orada baxın nazar. Vergi ilk oyuna başladığında belədir. Belə eləsəz burada isyan patlaq verər. Oba! Kuzey Kıbrıs, Güney Osetiya və Türkiyə. Mənim qəbul elədim sizi. Oba. Getdi. Getdi.
Neyse ben atım. Hə, taktifi qəbul edirdim. Ben şu an şimdi bize hiç kimse söz geçirdenmez bu dakika. Yani 13 milyon 23 bin. Bizim elimiz ordumuz olsa da Türkiye müəllimin bir çok kadar ordusu var. 50 minlik bir orduları, hatta bir tane 9 min yani 9 minlik ordular var. Ama yine ben bir tane de 10 minlik ordu kurmalıyım. Yeni ordu olsun bir eyalet için Gəncə ve orada 10 minlik bir ordu. Quruldu tez bazar. İndi biz bunu göndərik. İndi hamısı birdən gələcəklər üstümə deyənə. Çox eləmək istəmirəm. Birləş. Gürcüstan ərazisində deyən. Gürcüstan elə. Türkiyəni çağıram. Türkiyəni çağıram. Çağıram. Mən Gürcüstanı hərdən həll edeyim. Türkiyədə şey həll eləsin. Tez orada Ermənistan müəllimi. Müəllim nədir? İki. Buna bak. Görsünüz hamısı eyni anda. Görsünüz girdi. Mən əgər bazı girsəydim onlar tez mənə döyüş anəcəkdi. Bitti. Biz orada. Ama bizim bir problemimiz daha var. Buranın balları bizim balımıza bence çatmayacaq. Tamamını alabilməyəcəyik. Yani her şey olacaq bence. Bəli, dediğim de oldu. Ben bunu buradan bağlamaq istəyirəm özümə. Heç kimsə buna döyüş elan verməsini istəmirəm. Bağlayacağım bunların ətrafını ki, bir insan oldu bunlara döyüş elan eləməsin. Ben istəmirəm. Dəqiqə. Az qalına baxacağız. 3.1'lik bir yer var. Mesela bu. Bizim tam bitmedi. Bir dakika öner desem belə girir. Yox hayalısın. Etraflarını bağladı 3.1 genelde. Bunların paytaxtı haradır? Tiflisən. Tiflisin ətrafını bağlamalıyıq. Bunları ortadan yarmaq istəyirəm hemen. Buradan al. Bir balım qaldı. Orada işlə almalıyım. Onu istəyirəm. 3 ballıq nəsə var burada. Yox. Burada buna bassam 1.7 bassam olur. Tamam da buna basım. Tariflerde uygulatıram. Getdik. Evet. İndi deyəcək ki, Osetiya nerede yaşanıyor bilər? Osetiyanın indi alacam bütün bağlanacaq ərazisi bizimkinin. Osetiya da bir döyüş eləyək. Bəli. Bir də işbirlikçidə əslində belə. İşbirlikçidir. Amma yenə də mən baxmaram. İşbirlikçidir, nə bilim nədir. Baxmaram mən. Girərəm. Bu arada 100 koalisyondur. Biraz şey baxmasın. Bizim şəhərlərdən düşür. Qoş şey. Orada. Artırılmaz edir. Bak buna çatırıq şuğun eləmək. Bunun üçün bizdən bütün dünyanı istəyir. Ben bu sevgisinden sonra bütün dünyanı afət eləyəcəm. Yəni ona görə mənə elə şeylər lazımdır. Mən elə şeylərə yaxın salmıram. Hakaret. Bu artıra gidiyoruz da. Yanmadan. Azalmıyor. Hakaret. Görmür yani ki. Görün ki ben ağrıma. Görmür şimdi benim attığımı. Langırt. Abi de dövüşen bütün yaşayacaqsan bir damcı ölçəsən. Amma yəni Qazaxıstan şeydə mi Qazaxıstan gəlib bura mənə girməmişdən qabaq avlanmalıyım. Çünki Qazaxıstanla mənim gözüm çatmaz.
Yəni bilirsiniz də Qazaxıstan nə qədər ölkədir. Mən çıxqan bedəndən Azərbaycan qalmışam. Yəni də buranı fəth eləyər, amma əldə olmasın gözləyirəm. Ki, mən tez bir vəziyyət eləyə bileyim. Biraz pis başladı. Qazaxıstan ilişkilərini azaldır. Bizimki hələ də azaldır ya bizimki. Bizimki artırırdı. İndi biraz azaltdım dedim, azalda gedir. Aha, bir dəqiqə. Nəsə atdım mən. Nəsə bir pit elədi. Daş atdı elədi. Tamamdır efendim. Türkiye'yi de çağırırım. Türkiye'yi de. Türkiye Kazakistan'ın üstüne gelir. Adam o kadar güçlüdür ki Kazakistan'ın üstüne kaçırabildiğimiz insan evladı kimi. Türkiye gitme Türkiye. Lazımsan. Abxaziya, yəni Rusiya ilə də müttəfiq olmazsan. Çıxqan ölkədir. Rusiya ilə müttəfiqdir. Nətə ilə Rusiya məni dağıdacaq. Biraz qəribə uşaqlar. Mənim istədiyim bu Abxaziyanı da alaq. Gürcüstanı alaq. Ermənistanı alaq. Böyle videomuzu sonlandıraq. Mən başqa videolarda çəkərəm çünki biraz çoxdur. Amma bir şeyi bəyənmədim mən bu oyunlarda. Uşaqlar Edo Story 2-də və bu hissəni Qarabağ hissəsini Stepanakert qoyublar. Düzdür, çünki ən sonuncu ölkə 2018-dən başlayır. Əslində onda Qarabağ şey olur da, Stepanakert, yəni Dağlıq Qarabağ olur. Oranı düzəldib bizə veriblər. Askeri Akademiyi yüksəlt. Yüksəlt al. Yaxşı vəziyyət zaten. Oy! Tamam. Tamam, biz biraz bütünlük eləyək. Bu heç. Buradan belə gedək də. Yəni arada bir dənə Gürcüstan bizi dağlarla bir dənə biz girişsiz. Nə qarısız? Deyirəm Abxaziyaya döyüş elan edeyim. Rusiya Gürcüstan girəcək. Gürcüstan, Ermənistan, Abxaziya. Bəs Ermənistan, Gürcüstan. Yox. Neyse. Görüşənlərə, Türkiyə, Vəkilər, belə. Girsən şu çıqqın bir dənləyək. Nə var sən orada? Biz buradan alıq, dalımızdan bağlayırlar. İnşallah bağını çatar. Bəli. Son çatma altında qalan Tiblis artıq bizimdir. Yəni bizim oldu. Bəli, o süperdir yəni, süper. Nə bax. Amma yəni Naxçıvana gedən birisi, o pisdir. Naxçıvana getmək üçün Ermənistanla gedirik. Ermənistan'a mən girmək istəyərdim. Daha atəşkəsimiz var 2040'a qədər. Abxaziya atəşkəs. Mən 2040 alacağım. Ermənistan yazım. İndi deyəcək 2050. Dəqiqə. 12 kuşatma altında. Onu? Hə. Ermənistan girmişdi. Kuşatma kazanıldı. Tiflis. Damarçı. Lütfen bu ne taraflarda? Sen koyduğun atları bırakın. Sen söyleyeceğim. Buna ne taraftardı? O ne? Litvanya ilişkileri geliştirmeli. Bakalım birazdan gireceğim. Litvanya sen Avrupa'dasan. Avrupa'nın dibindesən yani sen 5000 yerden şey eləyirlər. Mənə işləyən gəlsən. Mən arasam bu Rusiyadan gələcəm Letonyaya, Letonyadan keçəcəm sənə. Yəni düşünürsən ki mən Afrikadan keçib gələcəm ora.
Şuradan da belə geç. Biz biraz vaxtlarımızı biraz keçirdək belə. Bəzi uşaqlar gözləyək. Tez olsun da bir bitməyə verir. Kimin qorxu olsun uşaqlar. Xazya yox. Ermənistana lazım böyle bir şey göstərəcək. Geçə bir şey. Çok acaba böyle çok. Gözə bir 2040 olsun. Zaten bir dəqiqə zat qalır. Aha, onun üstü yetenek. Nədir ki bu? Aa, nəsə bu 3 olur. Hı. Bir də 3 olur. Niyə? Çünki çox qəşəng danışıb deyilənə görə. Orada indi yazdı görürüz. O kadar qəşəng danışır ki. Şeyler 3 olur. Bəzəriz. Yəni üstündə olub. Doğrudan saldırın. Asettiğinden şeyin tutukta taşıyorsun zaten. Asette diye bir şey kalmış. April, May, İyon, Ağustos, Oktyabr, Noyabr, Dekabr, Yanvar. Ha, Şubat. Bitti. Hadi bakalım Ermənistan. Rəhmətliyin Xırxov. Hadi bakalım. Tamam. Misafirleri çağır. Türkiye gel. Türkiye. Şöyle yapalım. Şöyle. 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 Hadi bakalım. Haydi bakalım. Bir liderim İlham Aliyev. İlham Aliyev Ermenistan'ı görünmeden giderler mi? Neyse. Tam birisiz neye okşadı bu? Öyle bir şey. Neyse. Haydi bakalım. Tamam uşaqlar. Videomuz bu kadar idi. Çünkü ne diyeyim? Biraz şeydi. Bu ne diyoruz? Ana çünkü biz ben orasını diyoruz. Gel sen. Neyse. Yaxşı. Uşaqlar sağ olun. Salamat qalın.